Bir adam ki öz xalqına qarşı cinayətlər törədir, ona zülm edir, sərvətlərini oğurlayır, hər cürə kələk gəlməyə çalışır. O adamdan ədalət gözləmək özü də bir sadəlövlük olardı. Söhbət İlham Əliyevdən gedir. Bu o İlham Əliyevdir ki, 2023-cü ildə erməni separatçıları həbs edilən zaman demişdi ki, ədalət zəfər çalacaq. Bu günləri İlham Əliyev onu dırnaq arasındakı ədaləti nəhayət ki, yavaş-yavaş zəfər çalmağa başlayıb. 4 nəfər cinayətkarı Ermənistana geri yola salıblar və adını da qoyublar ki, sülh prosesi çərçivəsində atılmış addımdır. Ay İlham Əliyev, sülh prosesi istiqamətində attığın addımların niyə reallıqlara döndüyünü biz görə bilmirik? Hardadır sülh müqaviləsi? Niyə hələ də uzadırsan? Mən özüm sülh tərəfdarı olduğum üçün bu istiqamətdə real və adekvat addımları atmağı səndən dəfələrlə tələb eləmişəm və burada videolarda qalır. Sən Azərbaycan həbsxanalarını 500 nəfər Azərbaycan vətəndaşına, Azərbaycanlı ilə doldurmuşsan ki, onlar haqq sözü deyirlər, problemləri işıqlandırırlar, sənin səhvlərini üzünə deyirlər və bu siyasi məhbusları sən həbsdə saxlayıb, Azərbaycan xalqına qarşı cinayət törədən, əli uşaqların qanına batan adamları 2 il əvvəl hərbi cinayətkar kimi həbs eləyib, indi də hərbi əsir adı ilə Ermənistana geri yola salırsan? Niyə? Nə səbəbə? Mən deyim də nə səbəbə? İlham Əliyev hər bir addımını, hər bir hərəkətini 2 şeyə hesablayır. 1. Pul qazanmaq, 2. Hakimiyyətini qoruyub saxlamaq və uzatmaq. Vəssalam. Çox aydın məsələ idi ki, bu adamların azadlığa çıxması məsələsi yaxın vaxtlarda gündəmə gələcək. Çünki İlham Əliyevdən bunu Trump tələb edib. İlham Əliyev, bəs o günahsız yerə həbs elədiyin 500 adamın azadlığını səndən kim tələb eləməlidir ki, sən bu adamları daha çox həbsdə saxlamayasan? Gənc qızları, ailə başçılarını tutub salmısan həbsə. Nə var bu adamlar media işçilərdilər, müxalif partiyaların üzvlərdilər, sənə qarşıdırlar, sənə alternativdirlər. Budur sənin ədalətin. Çox təəssüf ki, Azərbaycan xalqının bir kəsimi də siyasi məhbusların onlara heç bir aidiyyətinin olmadığını hesab edir. Çox nahaq yerə. Bax elə hesab elədiyimizdir ki, Azərbaycanda bugün Ermənistandan neft baha satılır. Halbuki o Ermənistana nefti Azərbaycan satır. Hər gün qiymətlər qalxır, hər gün cərimələr artırılır, hər gün biraz daha talan edilirik. Hər gün biraz daha qarət edilirik. Niyə? Çünki ölkədə etiraz səsi yoxdur. Hamını tutub doldurub İlham Əliyev zindana. Azərbaycan xalqının etirazını təşkil edən adamlar, bunu işıqlandıran adamlar hamısı həbsdədirlər. Bax ona görə də bu hökumət, İlham Əliyev rahatlıqla bu xalqı minir, çapır, onun qanına əli batmış adamları azadlığa buraxır, xalqla hesablaşmır, xalqı vecinə də almır. Ancaq Trump'ın xahişini çox böyük məmnuniyyətlə yerinə yetirir. Halbuki bu xahiş antikonstitusyon da olsa, beynəlxalq hüquqa zidd də olsa, tək ki onun hakimiyyəti uzansın.